Dul gəlin. Mən Manafı aradan götürməyə çalışaram. Həbs oluna bilərsən axı, ata. Sən yaxşısı budur, o pulu qaytar yerinə qoy. Ya da həmşəlik rədd ol buradan. Kölgəni də görməyim. Maşına otur. Xahiş edirəm, məni öldürmə. Mən bunu təxmin eləmişdim. Otur maşına. De görüm o hardadır. Çayxananı tanıyırsan? Ha? İt oğlu it! Dayan Gülsüm. Yoksa vuracağım. Aferin sana. Mən səni sevirəm. Səmimi qəlbdən deyirəm, inan. Humayun sakitləşdi, indi sən başladın. Məni onunla müqayisə eləmə. Xahiş edirəm. Hə, nə olub? Hara gedirsən? Sənə dəxli yoxdur. O pulları qaytar yerinə qoy. Sonra hara istəyirsən cəhənnəm ol get. Başa düşdün? Bu bacın oğlunun bugün dəstə-dəstə pulları sayıb qapıdan çıxdığını görmüşəm. Sənə lənət olsun sultan. Tez düş qabağıma görüm. Cəfər, sən deyəsən doğrudan da dəli olmusan ha? Nədir, elə bilirsən, məni fikrimdən daşındıra biləcəksən, hə? De görüm, sən onu necə ələ ala bildin, hə? Qardaşınız məni maraqlandırmır. Mənə qumrudan başqası lazım deyil. Qumruya müştəri çıxıb. O kimdir ki? Cəfər. Cəfər bunu Qasım bəyə də dedi? Hə. Axı Qasım bəy Qumrunu sevdiyimi bilir. Əşi yox, o oğlunun bunu eləməyinə imkan verməz. Bu mümkün deyil. Bəlkə də. Amma bir söz demədi. Bacım oğlu ola bu işi gördün. Mən heç nə eləmədim, dayı. Hey! Dayı, buna möhtac olduğum üçün elədim. Gözümə baxa-baxa boynunu alırsan, hə? Nədir, əlin ayağın yoxdur? Halal işləyib pul qazana bilmirsən? Sən özün də pulu halallıqla qazanmamısan. O pulları sən Manaf bəydən gizlicə uğurlamısan, elə deyil? Yaxşı ki, Manaf bəy bunu hiss eləməyib. Yoxsa səni sağ qoymazdı. Sən məni təhdid eləyirsən, hə? Məni kim hesab eləyirsən? Yenə haram işlərə qarışıb. Yenə problem olmasa yaxşıdır. Yaxşı. Heç olmazsa o pulların yarısını qaytar mənə. Başa düşdün? Yarısını. Yarısı yoxdur. Sadəcə bu qədər qalıb. Gəlin. Gəlmək olar? Buyur, gəl. Mənə sizin qardaşınız lazımdır. Onun otağına get. O burada deyil. Otağına getdim, orada yox idi. Deyəsən qardaşımın Qomru ilə evlənmək istədiyini eşitmisən. Qardaşınızı görsəz ona deyin ki,
Qumrunu rahat buraxsın. O sizin dediyinizi eləyir. Axı siz rəhbərsiz. O başa düşmür ki, mən Qumrunu ona heç vaxt verməyəcəm. Görürəm, Qumrunun səni sevmədiyini bilsən də, ondan ümidini üzmürsən, hə? Bəs kişilik qüruru hardadır? Bəlkə ətrafına boylanıb baxasan. Sənin qiymətini bilən insanlar tapılacaq. Nəysə, dediklərimi qardaşınıza çatdırın. Deməli belə. Sən hələ gözlə. Bu andan etibarən Qumrunun qardaşımın olmağı üçün əlimdən gələni eləyəcəm. Bəlkə ondan sonra səni əldə eləməyə mənə yol açılar. Salam əleyküm. Salam əleyküm. Necəsiz? Siz necəsiz? Sağ olun. Siz Manaf bəyin adından gəlmisiniz? Hə, elədir. Qasım bəy gəlib, buradadır. Hə, buradadır. Zəhmət olmasa məni onun yanına aparın. Buyurun. Hə. Məqsədinizi deyin. Eşitdiyimə görə bizim rayon mərkəzlərində mağazalar tikməyə başlamısınız. Ola bilər. Bizim bir çox rayon mərkəzlərində mağazalarımız var. Bizim başqa rayonlarla işimiz yoxdur. Əsas odur, bizim rayondan heç kimin iş olmasın. Üzr istəyirəm. Lap rayon icra başçısı kimi danışdınız. Necə istəyirsiniz, elə də düşünün. Amma dərhal tikinti işlərini dayandırın. Dayandırmasaq necə? Manaf bəyin qəzəbinə tuş gələcəksiniz. Kimdir o Manaf bəy? Sizin tikinti işləri apardığınız rayonun ən nüfuzlu adamı. Yaxşı, lap nüfuzlu adam olsun. Nə səbəbə görə bizim o rayonda tikinti işimizə qarşıdır? Çünki mərkəzdə Manaf bəyin çoxlu mağazası, müəssisələri yerləşir. Özünüz fikirləşin. Kim özünə rəqib istəyər, hə? Rəqabət olan yerdə inkişaf olar. Düzdür. Mən sizə sadəcə Manaf bəyin sözlərini çatdırdım. Vəssalam. Kimdir? Mənəm Qumru. Bəzi sənədləri imzalamalısınız. Gələ bilərsən. Olar. Nə? Qohum? Necəsən? Dayanın. Salam əleyküm. Əleykümə salam. Niyə ərimin işi ilə məşğul olmursunuz, hə? Siz hardan bilirsiniz ki, bu işlə məşğuluq ya yox? Bəlkə işin üzərində çalışırıq? Onda niyə daha buralara gəlmirsiniz?
Nəyə görə cinayətkarları araşdırmırsınız? Mən sizi başa düşmürəm. Mən hər işimlə bağlı sizə hesabat verməliyəm? Əvvəlki müstəntiq yaxşı işləyirdi. Yoxsa ona da böhtan atıb işdən uzaqlaşdırdılar. Kim bilir? Yazıq. Xanım, siz narahat olmayın. İnşallah bir həftəyə hər şeyi həll eləyəcəyik. Xahiş eləyirəm, mənim ərimi tapın. Başa düşün, dedim axı biz buna çalışırıq. Siz narahat olmayın, indi evinizə gedin. Heç kimin cinayəti cavabsız qalmır. Nəsə sizə heç inanmıram. Bəlkə siz də satılmısınız. Ay xanım, əgər bir də bu sözü təkrar eləsəz, sizə qarşı cinayət iş açacağam. Aydın oldu? Hə, yaxşı. Nə deyə bilərəm? Onsuz da əlimdən heç nə gəlmir. Heç kimə heç nə demədən çıxıb getmisən. Axı siz həbsxanada idiniz. Artıq 3-4 ayda həbsxanadan çıxmışam. Ən azından heç olmasa bir dəfə zəng eləyə bilərdin. Mən təkcə sizlə yox, elə xalamla da Şirinlə də ətraflı danışmamışam. Doğrudan? Onda bunu necə başa düşək? Hə? Hörmətsizlik? Qabiləmi? Burada heç bir hörmətsizlik yoxdur. Mən sadəcə həyatıma yenidən başlamaq istədim. Nədir? Keçmiş həyatından narazı idin, hə? Sən bizlə yaşayanda nəsə korluq çəkirdin? Mən səni öz qızım hesab eləyirdim. Öz qızınız hesab eləyirdiniz. Məni elə çox istəyirdiniz ki. Hətta məni Manaf bəyə də satmaq istəyirdiniz. Yaxşı, olan olub, keçən keçib. Hər şeyi unut, vəssalam. Axı, hamı səhv eləyə bilər, düzdür? Yaxşı görək, Qabiləmi. Mən sizi yaxşı tanıyıram. Yenə bir varlı adam çıxsa, eyni şeyi eləyərsiniz. Yaxşı, mən otağıma gedim. İşlərim həddindən artıq çoxdur. Sizi görüb sevindim. Xalamla Şirinə salam deyin. Qumru, getmə, dayan. Gör nə deyirəm, Qumru. Burada niyə oturmusan? Ofisə getməyəcəksən? Atam Qumru ilə evlənməyimi istəmir. Atamın dediyinə görə Qumru ilə Humayunun arasına girirəm. Yaxşı, fikir eləmə. Bəsdir. Bilirsən, indiyə kimi heç kimi belə sevməmişdim. İnan, əgər Qumrunu mənə verməsələr, mənim axırım çatacaq. Qardaş, bəsdir də. Yəni onu öz həyatından da üstün tutursan?
Şübhəsiz. Yalnız Qumru dəyərsiz həyatıma nəsə bir məna qatır. Axı özün bilirsən, indiyə kimi heç nədən zövq alıb yaşamamışam. Mənə heç nə maraqlı deyildi. Amma Qumrunun peyda olmağı ilə hər şey qəfil dəyişdi bəsdi. Qumru məni çox dəyişdirdi, inan. Alçaq. Satqan. Dayan. Hey, gözlə. Bura görüm. Yaxşı, yaxşı. Laf. Burax qardaşım. Hara qaçırsan? Burax. Hara qaçırsan? Burax ha? məni. Kəs səsini. Burax məni qardaşım. Mənə bax. Bu heç yaxşı hərəkət deyil. İndi bu oğurluğunun qarşısını almasaq əlini çək də. Sonra böyüyəndə quldur ola bilərsən, qardaşım. İndi sənə quldurun necə olduğunu göstərəcəm. Başa düşdün məni? Ha? Yaxşı, yaxşı qardaşım, yaxşı. Mənim ən zəhləm gedən şey xəbərçilik eləməkdir. Satqınlıq da. Yaxşı da, çək əlini, bağışla. Hey, mən Burax heç məni. vaxt belə satqınları bağışlamıram, bildiyin axmaq. Ay, qardaş, nə edirsən? Ay, qardaşım, yox, yox. Alçaq. Bağışla. Bir də mənim işimə qarışma. Yaxşı, qardaş. Qardaş. Ay. Ay. Bugün ikinci dəfədir ki döyülürəm. Oy. Günah elə mənim özümdədir. Nə işin var ey Yalçın? Ay, niyə lazım olmayan yerə burnunu soxursan? Ay. Oy. Bilirsən ata, mənim Qumrudan xoşum gəlmir. Onu görməyə gözüm yoxdur. Amma bir halda ki, söhbət qardaşımın taleyindən gedir. Mən buna heç cür göz yuma bilmərəm. Yaxşı fikirləş. Qumru oğlunu yaxşı tərəfə dəyişə bilər. O Qumrunu çox sevir. Əgər belə sevməsəydi, sənə heç nə deməzdim. Mən bu işi görə bilmərəm. Məni başa düş, qızım. Söhbət oğlunun həyatından gedir. Nədir? O sağalmaz xəstədir. Ata, laqeydlik eləmə. O dedi ki, öz canına qəsd eləyəcək. Bax, sonra peşman olarsan ha, ata. Yaxşı fikirləş, sonra qərarını ver. Alo, Arzu. Səndən görüşə bilərik. Xahiş eləyirəm. Biraz tez.
Yenə əvvəlki işlərinə başlamısan? Nədən danışırsan? Sultanla danışıqlarının hamısını eşitdim. Gördün? Bütün günah səndədir. Əgər hər yerə burnunu soxmasaydın, onda sakitcə yaşayardın. Mənə sakitlikdən sonra gələn fırtına lazım deyil. Mən sonra başa düş. Halallıqla heç nə əldə eləmək olmur. Üstəlik indiki zamanədə dolanmaq çox çətindir. Keçən dəfə elədiyin səhvlərə görə yazıq Qumru nə qədər əzab çəkdi. Bu dəfə Şirinin başına bəla gələ bilər. Hey, danışığına fikir ver. Bu dəfə mən çox diqqətliyəm. Yaxşı deyiblər. Bir dəfə dili yanan adam qatığı da üfürüb içər. Nəysə, səndən bura qədər gəldik. Deyəsən, hər şey sona yaxınlaşır. Başa düşmədim. Bu sözünlə nə demək istəyirsən? Mən belə haram pullar qazanan kişi ilə bir yerdə yaşamaq istəmirəm. Mən sonra... Bu çox davam eləməyəcək. Uzağı 1 ya 2 həftə. Biraz səbr elə. Planlaşdırdığım pulları əldə eləyim. Ondan sonra bu işlərdən əl çəkəcəm. Bu günahdır. Bu yoldan əl çəkməsən, məni dayandıra bilməyəcəksən. Buna əminsən? Qumru dəqiq Humayunu sevmir? Dəqiq bilmirəm. Qumru mənə dedi ki, onu sevmiş. Aydındır. Sən niyə qəfildən bu haqda soruşmağa başladın? Heç, elə belə. Açıq danış. Mən səni yaxşı tanıyıram. Ona görə də açıq danışsan daha yaxşı olardı. Aydan yaxşıdır. Daha onu heç kim narahat eləmir ki. Hər şey qaydasındadır. Çox sağ ol. Gəl, bayaqki mövzuya qaydaq. Nə məsələdir, Qasım? Cəfər. Deyəsən o Qumrunu sevir. Nə? O Qumru ilə evlənmək istəyir. Cəfər? Yox. Cəfər. Yox. Bu haqda söhbət belə ola bilməz. Salamat qal. Dünən oğlunuz dedi ki, atam Manaf bəy haqqında çox şeylər bilir. Amma siz bunu inkar edirsiniz. Sizi qoruyacağımıza zəmanət verirəm. Mən Manaf bəy haqda heç nə bilmirəm. O mənim dostumdur. O yaxşı insandır. Oğlum uşaqlıq eləyib ağzına gələn sözü danışır. İnanın, Manaf əla insandır.
Əgər nəsə gizlətsəz, siz də cinayətə şərik olacaqsınız. Mən sizə sözümü dedim. Bir də heç nə deməyəcəm. Nə var, onu deyirəm. Başqa heç nə deyə bilmərəm. Nə isə Şöhrət bəy, onda sizlə danışmağın mənası yoxdur. Ha, sağ olun. Yaxşı. Oldu. Manav, səni qanuni yolla məhv eləmək mümkün deyil. Odur ki, mən səni öz üsulumla yox eləyəcəm. Cəfər? Cəfər, sənə nə olub? Yenə başlamısan? Aç gözünü, qardaş. Cəfər, oyan, Cəfər. Qamra. Ata, mən sənə nə demişdim? Səni xəbərdar eləmişdim. Niyə belə həyəcanlısan, nə olub? Amma inadkarlıq eləyib razı olmadın. Nə olub axı? Aydın izah elə görüm. Gedək öz gözlərinlə görəcəksən. Bəlkə ondan sonra vəziyyətin necə ciddi olduğunu başa düşərsən. Gəl ata. Ay axmaq oğlan. Sən neynədin? Heç kim görmədi ki. Deyirəm, Cəfəri bu vəziyyətdə heç kim görmədi. Yox. Heç kim bilməməlidir. Ailəmizin nüfuzuna xələl gələ bilər. Onu sakitcə buradan aparmaq lazımdır. Bunu necə eləyəcəyik ata? Qamra. Bax, görürsən? Ağlı işləməsə də dilindən qumru düşmür. Elə indi hamını evə göndər. 5 dəqiqə idarədə heç kim qalmasın. Səni başa düşdüm ata. Get. Mən doğrudan təəssüf eləyirəm. Ulduza əsəbləşib bu işi gördüm. Amma inan mənə, mən uşaqlarına əziyyət verməmişəm. Əsas odur ki, qızların indi sənin yanındadır. Elə deyil? Özlərindən soruşsan deyəcəklər. Onlara çox yaxşı baxdıq. Fərhad, məndən incimə, sağ ol. Daha mən gedim. Yaxşı?
Ürəyimdən bilirsən nələr keçir? Qızlarım mənim gözümün ağı qarasıdır, bunu bilirsən? Bir də belə olsa, səni öldürərəm ay əclaf, başa düşdün? Hamı getdi ata. Qumru razı olar. Humayun buna necə reaksiya verər, hə? İkisi də mənə nifrət eləyəcək. Yenə belə eləsən, birazdan qardaşımı məzara uzadacaqsan ata. Cəfər. Sən nənəm Cəfər. Cəfər, gözünü aç. Yeriyə bilərsən? Onu necə aparacağıq ata? Cəfər, mənə eşidirsən? Yeriyə bilərsən? Məncə o bizi eşitmir ata. Daha məktəbə getməyəcəklər. Elə şey olar. Savadsız olacaqlar axı. Analarının elədiklərinə görə adam onları məktəbə göndərməyə də qorxur. Müəllimlərə tapşırmaq lazımdır. Deyərik, uşaqları bizdən başqasına verməsinlər. Düzdür. Amma qızlar çox qorxublar. Yalnız zəif insanlar uşaqlardan istifadə eləyə bilər. Təəssüf ki, bizim zəmanədə belə insanlar çoxdur. Xala, mən bugün biraz gecikəcəm. Pul qabım iş yerində qalıb. Yaxşı Arzu xala, danışarıq. Görəsən Cəfər neyniyib? Deməli buna görə evə göndərdilər. Salam əleyküm. Əleyküm salam. Başa düşmədim. Sən hələ də buradan getməmsən? Bu qədər söz dedim sənə təsir eləmədi? Hələ Fərhada da tapşırmışdım. Sizi başa düşürəm. Amma qardaşınız məni getməyə qoymur. Əlbəttə, qardaşımı yoldan çıxartmısan da. Bacından heç geri qalmırsan. Salam əleyküm. Salam Fərhad, uğur olsun, hara belə? Sağ ol, mən işə gedirəm. Mən sənə nə demişdim, hə? Sevər, sən içəri get. Getməyəcək. Elə indi gözümün qabağında onu evinə göndərəcəksən. Niyə? Niyə onu bu evdən çıxarmalıyam? Bunun üçün mənə bir səbəbdir.
Sənə bir səbəb yox. Lazım olsa bir neçə səbəb deyə bilərəm. Birincisi, bu əxlaqsız Ulduzun doğma bacısıdır. İkincisi isə, o sənin üçün naməhrəmdir. Yaxşı, qoy o dediyi kimi olsun. Mən gedirəm. Sən heç yerə getmirsən. Fərhad! Mənim qərarıma qarışma, bacı. Nahaq yerə belə elədin. Hər halda o bacındır. Yaxşı. Qapını bağla, evdə ol. Yaxşı? Yaxşı. Deməli Qumrunun xalasının ərisiz. Hə, təəssüf ki, belədir. Mənə onun haqqında məlumat lazımdır. Ata-anası kimdir? Toyda baş verən dəhşətli hadisə barədə. Qısası, onun haqqında nə bilirsinizsə danışın. Məni buna görə çağırdınız. Mən axmaq 50 kilometr məsafə qət eləyib bu sözləri eşitmək üçün gəldim. Bağışlayın, bağışlayın. Gözləyin. Götürün bunu. Bu başqa məsələ. Əvvəldən belə deyin də. İndi lap əvvəldən nə məlumat lazımdırsa, istədiyiniz sualı verin. Mən cavab verərəm. Qısası. Bunun burada nə işi var? Oy. Salam. Necəsiz? Məni tanıdınız? Tanıdım. Dayanın bir dəqiqə. Gözləyin. Siz özünüzü lap uşaq kimi aparırsınız. Nədir, sizin arxanızca danışa-danışa gələcəm? Bacım haqqında soruşmaq istəyirsənsə yerini bilmirəm. Bacınız vecimə də deyil. Daha o məni maraqlandırmır. Nə yaxşı. İndi qulağım sakit olar. Nədir, başqaları da onun haqqında soruşurdu? Məsələ soruşmaqlarında deyil. Aha. Heç bilmirəm necə deyim. Bacıma görə mən də pis olmuşam. Dayan, dayan, dayan. Yox, getmə. O sənin sevgilin deyil. İstədiyi adamla danışa bilər. Gedək, qardaş. Hər şey yaxşıdır? Hə, yaxşıdır, qardaş, yaxşıdır. Siz hara gedirsiniz? Yoxsa atanızın evi bu küçədədir? Bu küçədədir. Gəlin, mən sizi apararam. Lazım deyil. Niyə? Onsuz da bacım haqqında kifayət qədər söz-söhbət gəzir. Mənə əlavə problem lazım deyil. Dayanın, dayanın. Hiss olunur ki, yalan deyir. Serial Space televiziyasının sifarişi ilə dublyaj olunub. Qasım adlı adamla görüşdüm. O
Çox nüfuzlu adama oxşuyur ustad. Qumru, necəsən? Yaxşısan? Bugün günortadan sonra oğlumla gələcəm. Qurbanı əcəlinin yanına gətirmək istəyirsən? Özünə yüksək qiymət vermə, manav. Müdirinin Cəfər adlı oğlu Qumruya aşiq olub. Gülsümün cəsədi tapılsa, mənim axırım çatacaq oğlum. Atanın qədrini ata olandan sonra bilirsən. İndi isə bütün fikri bir qızın yanındadır. Sən ölmüsən. Çıx get. Get buradan. Çay bəhanədir. Bəzi adamların vəziyyətini öz gözümlə görmək istəyirdim. Özümü güclə ələ almışam. Ulduz xanım tezliklə bu evin xanımı olacaq. Manav bəy, məndən keçdi. Bağışlayın. Yox, mən elə iş görə bilmərəm. Amma söhbət qadından gedir, hə? Bu həyatda pul qədər insana heç nə zövq vermir. Niyə Gülsümü öldürməyə qərarına gəldin? Söhbətə qulaq asmaq vərdişiniz də var? Əgər o doğrudan da eşitdisə, sənin vəziyyətin heç yaxşı olmayacaq.